Salam, bu videoda 9-cu sinif buraxılış imtahanı üçün sınaq suallarını izah edəcəm. İkinci sınaqla davam edirik. Sual 1. 2 tam onda 1, dövrdə 6. Sonsuz dövr onluq kəsirini adi kəsir şəklində göstərin. 2 tamı olduğu kimi yazıram. Dövrlərin sayı qədər məxrəcə 9, dövrlə vergül arasındakı rəqəmlərin sayı qədər məxrəcə 0. Vergüldən sonra nə görürüksə, bütöv şəkildə surətə yazırıq. Dövrlə vergül arasındakı rəqəmi də çıxırıq. Olur. 2 tam 90-da 15. Bərabərdir. 15-ə ixtisar edirəm. Cavabımız olur 2 tam 6-da 1. Doğru cavab B variantı. Sual 2 ilə davam edirik. N ədədinin 4-ə bölünməsindən alınan qalığı tapın. 4-ə bölünmə əlaməti son 2 rəqəmdir. 23-ün 4-ə bölünməsindən alınan qalıq 3, 47-nin 4-ə bölünməsindən alınan qalıq 3, üstəgəl 1. 9 üstəgəl 1 edir 10. 10-un 4-ə bölünməsindən alınan qalığı tapırıq. Cavabımız olacaq 2. Sual 3. Həcmi 72 litr olan 50% duz məhluluna əvvəlcə qeyd edirik ki, məhlul 72 litrdir. Biz maddəni tapmalıyıq. Məhlul məsələlərində maddə və məhlulun miqdarını bilməlisiniz. 72-nin 50% maddədir. Yəni yarısı bir sözlə. 36 qram burada duz var. Və bizə deyir ki, nə qədər su əlavə etmək lazımdır, bilmirik. Suyu əlavə edəndə məhlulun miqdarı artır. Çünki su məhlulun tərkibindədir. Çünki məhlul bərabərdir maddə üstəgəl su. Məhlul məsələsinin düsturu belədir. Maddə bölünsün məhlul vurulsun 100% bərabərdir məhlulun faizi. Bizim maddəmiz 36-dır. Məhlulumuz 72-dir. Vururam 100-ə bərabərdir məhlulun faizi 40-a. Biz bura nə qədər su əlavə etmək lazımdır, bilmirik. Yəni, məhlulun üstünə x gəlirik. Tənliyi həll etmək üçün mən 100-ü vuracam 36-ya. 3600 bölünsün 72 üstəgəl x bərabərdir 40-a. Çarpaz vuracam. 40 vurulsun 72 üstəgəl x bərabərdir 3600-ə. Hər tərəfi 40-a bölürəm. Burada qalır 90. X də bərabərdir. 90-dan çıxıram 72-ni. Doğru cavab 18. Sual 4. Nar ilə dolu səbətdə nə qədər nar var bilmirik. X. Əvvəlcə 7 nar götürdülər. Götürülən nar əvvəlcə 7. Buraya yazıram götürülən. Sonra qalan narın, baxın, götürülən bir dəfə belə olsun, 7. Buradan yazıram qalan. Səbətdə yazaq. Səbətdə x-dir. Qalan x çıx 7. Təzdən x çıx 7-nin 5də 1-ini götürüblər. Yenə yazıram götürülən. X çıx 7-nin qalanın 5də 1-i. Daha sonra 10 nar götürdülər. Yenə yazıram götürülən. 10. Narın yarısını götürüblər. Baxın, götürülənlər hansıdır? 7. X çıx 7 vurulsun 5də 1, bir də 10. Bunlar götürüləndir. Toplayaq. 7. X çıx 7 vur 5də 1. Üstəgəl 10 bərabərdir. Yarısı da deyəndə, yəni 2də 1-i də. Yarısı 2də 1 deməkdir. Bunu həll edirəm. 7 ilə onu toplayıram. 17 bərabərdir 2də 1 x-a. X-i keçirək bərabərsizliyin digər tərəf, bərabərliyin digər tərəfinə. Və yaxud 5-ə 10-a vuraraq məxrəcdən azad edə bilərsiniz və s. Mən x-ları bir tərəfə keçirəcəm. X çıx 5 bölünsün, x çıx 7 bölünsün 5 çıxılsın 2də 1 x. Bərabərdir mənfi 17-yə. 17-ni də keçdim digər tərəfə.
Buranı vuracağıq 2-yə, buranı vuracağıq 5-ə. 2x çıxılsın 14 çıxılsın 5x bərabərdir -17. Çarpaz vururam. 2x-dan 5x çıxanda -3x çıxılsın 14 bərabərdir -170-ə. -3x bərabərdir -170 üstə gəl 14. Bu da -156 edəcək. X də bərabərdir. -156-nı bölürəm -3-ə. Doğru cavab 52. Səbətdə nə qədər nar qalıb? Qalan nar istəyir. Səbət oldu 52. Bunun yarısı götürülübsə, yarısı qalıb. Deməli, doğru cavab D variantı. 52-nin yarısı götürülmüşdü. 2-yə bölürəm. Eləyir 26. 26 götürülüb, 26 da qalıb. Sual 5. Biraz 4-cü sualda çətinlik çəkə bilərsiniz sınavı yazanda. X böyükdür 0 o deməkdir ki, X müsbət ədəddir. X vurulsun Y -12 isə, deməli Y mənfi ədəddir. X üstə gəl X, Y ifadəsinin qiyməti aşağıdakılardan hansı ola bilməz? X-i çıxaram, mötərizə xaric, yox, çıxartmıram. X, Y -12-dir. X üstə gəl -12. X, Y-in qiymətini qoydum yerinə və X necə ədəddir dedik? X müsbət ədəddir. X müsbət ədəddirsə, müsbət ədədlə -12-ni toplayıram. X-a müsbət ədədlərdən 1, 2, 3, 4 və s. bunları versək, müsbət ədədlərdən 12-yə qədər istənilən bir ədədi versək, onda bizim cavabımız olacaq mənfi. Amma misal üçün 12-yə qədər verə bilərik axı müsbət ədəd. Mənfi olması üçün, yəni biri mənfi, biri müsbət olanda biz necə toplayırıq? Böyükdən kiçik çıxıb böyün işarəsini yazırıq. Əgər x kiçikdir y olsa, onda x olacaq 0-dan 12-yə qədər, 0-12 aralığında. Maksimum 11 ola bilər. 11 ilə də -12-ni toplayım, mən -1 ala bilərəm. Ən az x-a 1 verə bilərəm müsbət ədədlərdən. O da eləyəcək -11. Yəni bu -13 olma ehtimalı yoxdur. Bizim cavabımız olacaq B variantı. Heç vaxt -13 ola bilməz. Burada cəmin -13 olması üçün ümumiyyətlə belə də yaza bilərsiniz. Tənlik şəklində variantlardan yoxlamaq istəsəz. X üstə gəl -12 bərabərdir -13 yazsaz. X bərabərdir -13 üstə gəl. 12-ni əks işarə ilə bura keçirəm, müsbət olur, olur -1. Axı burada x kiçikdir 0 oldu. Bizə deyir axı x böyükdür 0 olsun. Olmaz. Ona görə də cavab B variantı. Sual 6. Modul tənlikdir. Sadə sualdır. Bir dəfə 7-yə bərabər eləyirsiniz olduğu kimi. Bir dəfə də -7-yə bərabər eləyirsiniz. 2x bərabərdir 8. Buradan x tapırsınız 4. 2x bərabərdir -6. X də bərabərdir -3. Tənliyin köklərinin hasilini istəyir. 4-ü vurursunuz -3-ə. Edəcək -12. Doğru cavab D variantı. Sual 7. A bərabərdir 13 vurulsun 2 üstü 9, 5 üstü 4 ədədi neçə rəqəmlidir? Burada 2 ilə 5-i bir-birinə vuranda bilirik ki 10 eləyir də. Üstlərini eyni edək. 13 vurulsun 2 üstü 9-u 2 üstü 4 vurulsun 2 üstü 5 şəklində ayırıram. Bərabərdir. 2 üstü 4-ü 2 üstü 4-ü 5 üstü 4-ə vuranda edəcək 10 üstü 4. 13 vurulsun 2 üstü 5 vurulsun 10 üstündə 4. O da bərabərdir. 13 vurulsun 2 üstü 5 bizə verir 32. 10 üstü 4. Demək bizim işimiz bir dənə 13-ü vuracaq 32-yə. 10 üstü 4-də 4 dənə 0 deməkdir də. Yəni 1 yanında 4 dənə 0. 13-ü vuraq 32-yə. %416 yanında da 1, 2, 3, 4 dənə 0. 4, burada da 3. Deməli bu cəmi 7 rəqəmlidir. 8-ci suala baxırıq.
D1 və D2 paralel olarsa şəkildə verilənlərə görə x-i tapın. Paralel düz xəttlər, baxın bu paralel düz xəttlər digər bir düz xəttlə kəsişibdir. Onda bura 147-dirsə, burada 147 olacaq, yəni onu çarpazı. Bura qeyd edirik 147. Və yaxud da 147 burayla uyğun bucaqlardır. Baxın bu 147 ilə bura. Buradan 147-nin qonşusunu da tapa bilərsiniz və s. 180-dən 147 çıxıram. 33 dərəcə eləyir. Buraya yerləşdirirəm. 33 dərəcə. Burada bir üçbucaq var. Üçbucağın iki daxili bucağı, yəni 42 ilə 33. İki daxili bucağın cəmi onlara qonşu olmayan bu xarici bucağa bərabərdir. Yəni 42 ilə 33-ü toplayırsınız, x-a bərabər edirsiniz. 75 bərabərdir x. Cavab C variantı. Bəzən belə deyəndə uşaqların fikri qarışır. Çünki burada bu iki daxili bucağın cəmi onlara qonşu olmayan bir xarici bucağa bərabərdir. Bu qaydanı çox az istifadə edirsiniz. Öyrəşmisiniz ki, üçbucağın daxili bucaqlarının cəmini tapasınız. Bu 42 ilə 33-ü toplayırsınız. Deyirsiniz 75. 180-dən də 75 çıxıb deyirsiniz ki, bura 105 dərəcədir. Ondan sonra deyirsiniz ki, 105-in qonşusu 75-dir. Keçirik 8-ci suala, 9-cu suala. 9-cu sualda 210 ədədi bərabərdir 1, 2 və 4 nisbətində 3 hissəyə bölündü. Demək, hissələri toplayırıq. Toplayanda bizə verir 7K. 7K 210-a bərabərdirsə, K bərabərdir 210 bölünsün 7, yəni 30. Hissələrimiz olacaq. K olan hissə 30, 2K olan hissə 2 vur 30, 60. 4K olan hissə 4 vurulsun 30, 120. Böyük və kiçik hissələrin fərqini istəyir. 120 çıxılsın 30 bərabərdir 90-a. Cavab C variantı. 10-cu sual. Motorlu qayığın çayın axını ilə sürəti. Axın ilə V öz sürəti üstəgəl V çay bərabərdir V axın ilə. Axına qarşı gedəndə öz sürətindən çayın sürətini çıxırıq. Axına qarşı olur. Axına qarşı. Axın ilə sürəti 34-dür. Deməli, axın ilə bura qeyd edirəm 34. Axına qarşı qeyd edirəm 24. Sistem tənliyi 6 adı toplayanda V çaylar islah olur. 2V bu yəni öz sürətidir, bərabərdir. 58-ə V də bərabərdir. 58-i bölürsünüz 2, 29. Öz sürəti 29-dur. Bizdən çayın sürətini istəyir. Misal üçün bu tənlikdə qoyaq yerinə. 29 üstəgəl V çay bərabərdir 34-dən. V çay da bərabərdir 34-dən çıxırıq 29-u. Doğru cavab 5. C variantı. 11-ci sualdan davam edirik. Tənliyin kökü. Kök deyirsə, x-i nəzərdə tutur. 11. 1. X bərabərdir 4-dür. Harada x görürsə yerinə 4 yazırıq. Deməli, 4-ün kvadratı çıxılsın 2a, çıxılsın 3 vurulsun x, yəni 4, üstəgəl 8 bərabərdir 0. Olacaq 16, baxın 4-ü 2a-ya vurun. Amma qarşısındakı mənfini də nəzərə alıb mənfi 8a yazın. İndi isə 4-ü mənfi 3-ə vururuq, mənfi 12. Qarşısındakı mənfini də nəzərdə tuturuq, yəni 12 bərabərdir 8, 0. 16 üstəgəl 12, 28, üstünə də 8 gəlirik. 36 çıxılsın 8a bərabərdir 0. Mənfi 8a bərabərdir mənfi 36-ya. A da bərabərdir mənfi 36-nı bölürsünüz mənfi 8-ə. Mənfini mənfiyə böləndə müsbət eləyir. Hər ikisini 4-ə bölürəm. Burada 2, burada
9 o da eləyir 4,5 E variantı. 12-ci sual. B nöqtəsindən çevrəyə BA toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi 4 vurulsun kəsənin ümumi uzunluğu. Bura bir x deyirəm. Onda B-dən M-ə kəsənin ümumi uzunluğu olacaq x üstə gəl 4. 36 ilə 4-ü ixtisar edirəm 9. 9 bərabərdir x üstə gəl 4-ə. X-i tapıram 5. Məndən də MC-ni istəyir. MC-yə x demişdim. Doğru cavab 5. Sadəcə qaydanı bilmək kifayət edir ki, bu tapşırığı yazasınız. 13-dən davam edirik. Kəsrin nə zaman mənası yoxdur? Məxrəc 0 olanda. X kvadratı çıxılsın 9-u 0-a bərabər etməlisiniz. Vurğulara ayırsaq x çıx 3, x üstə gəl 3 bərabərdir 0. X çıx 3 0-dırsa x bərabərdir 3-ə. X üstə gəl 3 0-dırsa x bərabərdir -3-ə. Bizdən də hansı mənfi qiymətində soruşur? Cavab -3. Cavabı bilməyənlər ən azından hansı mənfi qiymətində deyirsə, aynen Y variantını götürməməlidir, ümumiyyətlə atmalıdır. Keçirik 14-cü suala. Qutuda 5 qırmızı, 3 ağ və 4 sarı rəngli kürəcik var. Ümumi kürələrin sayını tapaq. 5 üstə gəl 3 üstə gəl 4. Edəcək 12. Biz buna deyirik mümkün hallar. Çıxan bir kürəciyin ağ olması ehtimalı. Ehtimalın düsturu P bərabərdir. Mümkün aşağıda mümkün hallar. Yuxarıda da əlverişli hallar. Əlverişli hallar bizdən nəyi soruşur? Ağı. Onu yazırıq. Mümkün hallar isə ümumi kürələrin sayı 12-ni yazırıq. 3-ə ixtisar edirik. Doğru cavab 4-də 1. 15. 15-ci sualda bizə deyir ki, bu aralıqda yerləşən 5-ə bölünən tam ədədlərin sayı. Bunun üçün siz say düsturunu bilməlisiniz. Say düsturu sonuncu AN deyirik sonuncuya. Bilmirik necə hansıdır. A-ın çıxılsın A1 bölünsün aradakı fərq D üstə gəl 1. Yəni ədədi silsilədir. Amma say düsturu kimi siz bunu əzbər bilməlisiniz. Yazıram ki, demək sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. 129-dan geri gedirəm. Ən sonuncu 125-dir 5-ə bölünən ədəd. Ən birinci də 45-dir. 43-dən sonra 45 gəlir. 5-ə bölünən ədədlər arasındakı fərq 5-dir. Üstə gəl 1. 125-dən 45 çıxıram, edir 80. 80-i bölürəm 5-ə 16. 16-nın da üstünə 1 gəlirəm, edir 17. Tam ədədlərin sayı 17. 16-cı suala keçirik. ABC hasilinin işarəsini təyin edin. Bizə verilən qrafik paraboladır. Parabolada A böyükdür 0-dırsa qollar yuxarıdır. Bizdə də qollar yuxarıdır. Qollar aşağı olarsa belə olardı qrafik. Qollar yuxarıda A müsbətdir. A-nı bildik. A müsbət. B-yə baxırıq. B-nin işarəsi necə təyin olunur? M bərabərdir mənfi B bölünsün 2A düsturundan. B bərabərdir mənfi 2M A-ya. M parabolanın təpə nöqtəsidir. Baxın, bura M-dir. X oxundan aldığı qiymət, yəni bura M-dir. Bura müsbətdir. X oxu burada sağ tərəfdə müsbətdir. A-da qollardır. Bu da müsbətdir, bu da müsbətdir. Qabaqda da bir dənə mənfi var. Deməli, B kiçikdir 0 oldu bizdə. B mənfidir. C, Y kəsdiyi yerdir. Y kəsdiyi yer buradır, yəni C-də müsbətdir. Onda A vurulsun, B vurulsun, C müsbəti mənfiyə və müsbətə vururuq. Təbii ki, cavabımız olacaq mənfi. 17-ci sualla davam edirik. Görürsünüz, bizə deyir ki, kvadrat tənlik. Kvadrat tənlik deyirsə, burada deməli x-in dərəcəsi 2-dir. 3m üstə gəl 1 bölünsün 2 bərabərdir 2-yə. Çarpaz vururam. 3m üstə gəl 1 bərabərdir 4-ə. Test topusunda buna aid sual var. Sadəcə bir dənədir.
və bizə deyir ki, biz m-i tapdıq 1. Onda yazıram 2x-in kvadratı çıxılsın 6 vurulsun 1 vurulsun x üstə gəl m bərabər 0 4-dür. 6x üstə gəl 4 bərabər 0. Hər birini bölürəm 2-yə. X kvadratı çıxılsın 3x üstə gəl 2 bərabər 0. Mən vurğuları ayırma ilə həll edəcəm. Diskriminantla və yaxud Viet teoremi ilə də həll edə bilərsiniz. X çıx 1-i 0-a çevirən qiymət müsbət 1, burada da müsbət 2. Tənliyin köklərinin cəmini tapın. Viet teoremi ilə də tapa bilərdik ki, x1 üstə gəl x2 bərabərdir mənfi b bölünsün a-ya, yəni 3-ə. 18. Trapeziyanın daxilinə çevrə çəkilibdir. Daxilə çevrə çəkilibsə, demək qarşı yüzlərin cəmi bir-birinə bərabərdir. Baxın, bura bir h deyək, bura ilə hündürlükdür, yan tili. Burada bir a deyək. Onda 10 üstə gəl 15 bərabər olmalıdır h üstə gəl a-ya. H üstə gəl a 25-dir. Bizə deyir ki, düzbucaqlı trapeziyanın daxilinə çəkilmiş çevrənin kənarlarında qalan hissənin sahəsini kvadrat metrlə tapın. Buradan bir dənə hündürlüyü endirirəm. Dairənin radiusunu tapmalıyım ki, sahəsini tapım. Bura olur h. Burada olacaq 10. Yuxarı 10'dursa aşağıda olur 10. Burada qalır 5. Bura ümumi 15 idi axı. Onda Pifagor teoremi tətbiq etsəm, h-ın kvadratı üstə gəl 5-in kvadratı bərabərdir a kvadratına. H kvadrat çıxılsın a kvadratı bərabərdir mənfi 25-ə. Sağa sola dəyişirəm yerlərini. H çıx a, h üstə gəl a kvadratlar fərqi ilə ayırıram vuruqlara. H üstə gəl a 25-dir. Bura 25 yazıram. H çıxılsın a bərabərdir mənfi 25 bölünsün 25-ə. H çıxılsın a bərabərdir mənfi 1-ə. İndi bu iki tənliyi sistem tənliyi şəklində həll edəcəm. H çıxılsın a bərabərdir mənfi 1. H üstə gəl a bərabərdir 25. 2h 6-da toplayıram. Bunlar gedir bərabərdir 24-ə. H da bərabərdir 12-yə. H-ı tapdım 12. Əgər trapeziyanın daxilinə çevrə çəkilibsə dedik. H bərabərdir. Daha doğrusu r bərabərdir h bölünsün 2-yə. 12-ni bölürəm 2-yə edir 6. Dairənin sahəsini tapmalıyam. Pi r kvadratı. Dairə daxildədirsə, radius kiçik yerlə işarə olunur. Pi 3-dür. R-i də 6 tapmışam. 36 vurulsun 3 olacaq 108. İndi trapeziyanın sahəsini tapaq. Bu S dairə. S trapeziya. Trapeziyanın sahəsi oturacaqların cəminin yarısı vurulsun hündürlük. Oturacaqları 10, üstə gəl 15 bölünsün 2. 12 ilə 2-ni ixtisar edirəm 6. 25 vurulsun 6 trapeziyanın sahəsi olacaq 150. İndi biz ştrixlənmiş hissənin sahəsini tapmaq üçün S trapeziyadan çıxmalıyıq S dairəni. Yəni 150 çıxılsın 108 42 desimetrin kvadratıdır sahə. Bizdən isə metr kvadratla ifadə etməyimizi istəyir. 1 metr bərabərdir 10 desimetrə. 1 kvadrat metr də bərabərdir 10'un kvadratı desimetr kvadratı. Deməli biz 42-ni bölməliyik 10'un kvadratına. Çünki kiçik ölçüdən böyük ölçüyə gediriksə bölürük. O deyir 0,42 kvadrat metr. Doğru cavab bu şəkildə. 19-cu sualla davam edirik. Hipotenuzu 12 cm olan düzbucaqlı üçbucaq. Hipotenuz 12-dir. Üçbucağın xaricinə və daxilinə çəkilmiş çevrələrin radiuslarının cəmi böyük yer üstə gəl kiçik yer bərabərdir 8-ə. Üçbucağın perimetrini istəyir. Düsturları yazırıq. Böyük yer S bölü 2, kiçik yer A üstə gəl B çıxılsın S bölünsün 2 bərabərdir 8-ə. Hipotenuz 12-dir. 12 bölü 2 metr S-yə ehtiyac olmayacaq. A üstə gəl B
Yəni burada toplayanda ehtiyac olmayacaq. 12-lər islah gedəcək. Məxrəclər bərabərdir. Sürətlər toplayanda 12 ilə -12 islah gedir. A üstə gəl B bərabərdir 8. Çarpaz vursaq A üstə gəl B-ni tapırıq 16. Bizdən perimetr istəyir. P bərabərdir. A üstə gəl B üstə gəl C. Bura A kateti, bura B kateti, burada hipotenuzdur. A üstə gəl B-ni tapmışıq 16, hipotenuz da 12-dir. Bizim doğru cavabımız olacaq 28. Sual 20 ilə davam edirik. Düzgün 6 bucaqlı verilibdir və bizə verilən BY bunun böyük diaqonalıdır. D böyük diaqonal bərabər olur 2A-ya. YB-ni bizə verib 6 kök 3. KD-ni istəyir. KD isə kiçik diaqonaldır. 2A bərabərdir 6 kök altında 3-ə. Hər tərəfi 2-yə bölürəm. A bərabərdir 3 kök altında 3-ə. D kiçik diaqonal bərabərdir tərəfin kök 3 misli. Yəni 3 kök 3-ü vurursunuz kök 3-ə. 3 vurulsun kök altında 9. Oradan da 3 çıxır. Sizin cavabınız olur 9. 21. 21-ci sualda əvvəlcə məxrəcləri bərabərləşdirək. Baxın, A çıx 5 və 5 çıxılsın A əks ədədlərdir. Əks olduğu üçün baxın bunun işarələrini dəyişirik. Məxrəc və sürətin işarələrini dəyişin. 3A kvadratı çıxılsın 20. Aşağıda da A çıx 5 olduğu kimi saxlayırsınız. Adətən bu qaydanı unudursunuz. Məxrəci A çıx 5 yazıram. Baxın, mənfi A-nı müsbət A yazdım. Müsbət 5-i mənfi 5 yazdım. Sürətdə A kvadratını yazıram. Mənfi A kvadratı 30-u da yazıram. Mənfi 30. Məxrəclər oldu bərabər. A çıxılsın 5. İndi 3A kvadratı, mənfi A kvadratı. Bunları mən toplayıramsa eləyir 2A kvadratı. Böyükdən kiçik çıx bölün işarəsini yazıram. Bərabərdir. 2-ni çıxarıram mötərizə xaricinə. Və bunu vurğulara ayırıram. A çıxılsın 5, kvadratlar fərqi. A üstə gəl 5. A çıx 5-lər gedir ixtisara. A çıx 5-lər qalır. 2 vurulsun. A üstə gəl 5. Keçirəm ikinci kəsrə. İkinci mötərizəyə. Yəni 1 üstə gəl. A-da 5. 1 tam ədəddir. Məxrəc və sürətinə 1 yazıram. Bunu məxrəc və sürətini A-ya vururam. İndi isə kəsirləri bir-birinə bölə bilərəm. Mötərizələri bir-birinə böləcəyik. Bunu. Deməli, 2 vurulsun. A üstə gəl 5-i bölürəm. A üstə gəl 5 böl A-ya. İkinci kəsri tərsinə çevirəcəm. A üstə gəl 5-lər gedir, qalır 2A. A-nı da bizə verib 2-də 1. 2 vurulsun 2-də 1. 2-lər gedir, qalır 1. Tapşırığı həll etmək üçün birbaşa A-nın yerinə 2-də 1 qoymursunuz. Keçirik 22-ci suala. 25 vurulsun. Kvadrata yüksəldirəm. Bunu isə kuba yüksəldirəm. 1-in kuba ilə 1 eləyir. İndi ixtisarlar edirik. 5-in kubu ilə 5-in kvadratı ixtisar gedir. Burada bir dənə 5 qalır. Bu 5 ilə də 25 gedir. Burada bir dənə 5 qalır. 5 A kvadratı A kubuna vurulur. Üstlər toplanır. A üstü 5. B üstü 9. Əmsal qarşıdakı məlum ədədimiz 5-dir. Qüvvət buradadır. Dəyişənlərin üstündəki dərəcələr. İndi bizə deyir ki, qüvvətlə əmsalın hasilini tapın. 5 vurulsun 14. Doğru cavabımız 70. 23-cü sualla davam edirik. Mötərizəni vurub açırıq. 2x-in kvadratı çıxılsın 22x kiçik bərabərdir 0. Yox, vurub açma ehtiyac yoxdur. Hazır vuruqları verib bizə. Hər bir vuruğu ayrı-ayrılıqda 0-a bərabər edirik. X bərabər 0, x bərabərdir müsbət 11. Bu kvadrat bərabərsizlikdir. Kvadrat olanda
mütləq ədəd oxunda kökləri qeyd edib dolu dairə. Çünki işarəmiz bərabər işarəsi var. İntervalı ayırırıq. Qısa yoldan bu oldu 2x kvadratı. X kvadratın əmsalı, yəni A müsbətdirsə kənarlar müsbət, orta mənfi olur. Bizdən də hansı aralığı istəyirdi? Mənfi aralıq. Mənfi aralıq buradır. Yəni 0 daxil olmaqla 11 daxil olmaqla sayını istəyir bizdən 0-dan 11-ə qədər. 0 da daxildir, 11 də daxildir. Sonuncudan çıxaq birincini. Sırayla hamısını istəyir də. Üstünə də 1 gələk. Yəni 12-dən olacaq. Bax, burada diqqətli oluruz. Tam həllərin say düsturundan istifadə edin. Sonuncu çıxılsın birinci. 11-dən çıxın 0-ı. Üstünə gəlin 1-i. Çünki 1 artır da. Əslində burada bölünsün aradakı fərq var. 1 artır. 0, 1, 2, 3, 4 belə sayırız. 12. Doğru cavabımız olacaq 12. 24-cü sual. 27-ni 3-ün kubu yazıram. Nəyə görə? 27-ni ayıranda sadə vuruqlara 3-ə bölürəm 9, 3-ə bölürəm 3, 3-ə bölürəm 1. Yəni 27 3-ün kubudur. 3-ün kubu üstündə 3-də 2. Üstə gəl. 16-nı yazıram 2 üstü 4. Sadə vuruqlara ayıraraq tapırsınız. 81-i də yazıram 3 üstü 4. Üstündə 4-də 3. Çıxılsın. 4 üstündə 2-də 1'e vururam 0'a 0. Qalır burada 3'ün kvadratı, 2'nin kvadratı, 3'ün kubu, çıxılsın 4 üstü 0 bizə 1 verir. A üstü 0 bərabərdir 1'ə. Edəcək 9 üstə gəl 4 sürətdə, məxəzdə də 27 çıxılsın 1. 26'da 13, 13'ə ixtisar edirəm. 2'də 1. Doğru cevabımız olacaq 0,5. 25. Üçbucaqların növlərini müəyyən edin. Üçbucağın növü ola bilər iti bucaqlı, düz bucaqlı və ya kör bucaqlı. İti bucaqlı üçbucaqda iki tərəfin kvadratlarının cəmi digər tərəfin kvadratından böyük olur. Düz bucaqlını bilirsiniz. Kör bucaqlıda isə A kvadrat üstə gəl B kvadratı kiçikdir C kvadrat olur. Əvvəlcə bunu yoxlamaq üçün də üçbucağın növünü müəyyən etmək üçün də üçbucaq bərabərsizliyini yoxlamalısınız. Üçbucaq bərabərsizliyi, yəni belə bir üçbucaq mövcuddur ya yox. İki tərəfin cəmi ilə fərqinin arasında bir tərəf yerləşir. Çünki burada görürəm ki 6 ilə 5 toplayanda 11 edir, digər tərəf 11 ola bilməz. Baxın, birinci üçbucaqda 6 ilə 5'i bir dəfə çıxıram, 11'i qoyuram ortaya. Bir dəfə də 6 ilə 5'i toplayıram. Yerləşir 1 ilə 11'in arasında. Belə bir üçbucaq mövcud deyil. Onu buradan qeyd etməliyik. Ümumiyyətlə belə bir üçbucaq mövcud deyil. İkincidə üçbucağın növünü təyin edirik. 3'ün kvadratı üstə gəl 4'ün kvadratı. Bu edir 1, 2, 5'in kvadratı. 5'in kvadratı ilə 6'nın kvadratını müqayisə edirik. 6'nın kvadratı böyükdür. Onda kör bucaqlı üçbucaqdır. Buraya yazacaqsınız kör bucaqlı üçbucaq. Digər üçüncüdə isə 5'in kvadratı üstə gəl 2'nin kvadratı bizə verir 29. 29 ilə kök altında 29'un kvadratı, burada da kvadrat kökü aparır, bir-birinə bərabərdir. Onda bu da olacaq düz bucaqlı üçbucaq. Burada bir dənə sual var. Bu sualı həll edib cavabınızı rəy bölməsində yaza bilərsiniz. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.